Salam. Deməli, bu videoda sizlərlə Güvən nəşrlərinin 7 dekabr tarixində blok fənlər üzrə keçirdiyi sınaq imtahanının informasiya suallarını müzakirə edəcəyik. Gəlin birlikdə suallarımıza baxaq. Birinci sualımız belədir. Aşağıdakı mətn fraqmentində hansı formatlardan istifadə edilmişdir? Deməli, baxırıq ki, burada altdan xətt istifadə edilib və daha sonra söz qalın yazılıb, eyni zamanda maili yazılış var. Altdan xəttin qısa yolu bizdə olacaq Ctrl-U, maili yazılışın qısa yolu Ctrl-I və qalın yazılışın qısa yolu Ctrl-B. Buna əsasən cavabımız olacaq A variantı. Növbəti sual nümunəsinə baxaq. Deməli, 2 ədəd verilib fərqli say sistemində və cəmini 9-luq say sistemində istəyir. Gəlin hər bir ədədi onluq say sisteminə gətirək. 324 ədədini 5-likdən onluğa gətirəndə 3 vurulmuş 5-in kvadratı üzərinə gəlmiş 2 vurulmuş 5 üstü 1 və 4 vurulmuş 5 üstü 0 yazacaq. 5-in kvadratı 25, 3 25 bizə verəcək 75-i, 5 dəfə 2 10, 4 də buradan. Nəticə bizdə 85, 89 alınmış olacaq. 126 ədədini 7-likdən gətirəndə 0, 1, 2, 1 vurulmuş 7-nin kvadratı, 2 vurulmuş 7 üstü 1 və 6 vurulmuş 7 üstü 0. 49 üzərinə gəlinmiş 14, üzərinə gəlinmiş 6, 20. Buradan da yazanda nəticə olacaq 69 ifadəsi. Daha sonra bu iki ədədin cəmi də bizə verəcək 158-i və verilmiş 158 ədədi onluq say sistemindədir. Biz bunu gətirməliyik 9-luq say sisteminə. Yəni 9-a bölə-bölə gedəcək. 158 ədədinin daxilində 9 yerləşir bizdə 17 dəfə. 17 dəfə 9 153 verəcək. 8-dən çıxacaq qalacaq 5. 17-nin daxilində 9 yerləşir bir dəfə 9, 9. 7-dən 9 çıxacaq qalacaq 8. Axırdan əvvələ doğru düzlükdə 1, 8, 5 ədədi 9-luq say sistemində alınmış olacaq. Yəni cavabımız E variantı. 5 gigabitin 15%, 16 megabaytın 5%-dən neçə dəfə böyükdür? Gəlin əvvəlcə 5 gigabiti gətirək megabayta, daha sonra 15%-ni tapaq. Gigabiti megabayta gətirmək üçün birinci nə edirəm? 5 gigabiti gətirirəm megabitə. Bunun üçün 5-i böyüdən kiçiyə gəlmək üçün vururam, 2 üstə 10-a vuracaq. Nəticəni alırıq 5 vurulmuş 2 üstə 10 megabit. İkinci halda nə edirik? 5 vurulmuş 2 üstə 10 megabiti gətiririk megabayta. Bunun üçün mığlar eyni olduğundan bitdən bayta keçirik. Bitdən də bayta gəlmək üçün 8-ə bölməliyik. Yəni 5 vurulmuş 2 üstə 10-u böləcək 8-ə, yəni 2 üstə 3-ə. 2 üstə 10, 2 üstə 3 gedəcək, qalacaq 5 vurulmuş 2 üstə 7. O da bizə 5 vurulmuş 128-i verəcək və bu hasilin nəticəsi bizdə 640 alınmış olacaq. Daha sonra verilmiş bu 640 ədədini biz artıq megabaytla aldıq. İndi bunun 15%-ni tapmalıyıq. 640-ın 15%-ni necə tapırıq? 640-ı vururuq 15-ə, bölürük 100-ə. Buradan 640 15-ə vuranda bu bizə 9600-ü verəcək. Bunu da 100-ə bölsə nəticə eləyəcək 96 megabayt. Daha sonra indi gəlin 16 megabaytın da 5%-ni tapaq. Hər ikisi artıq megabayta gəldi. 5%-ni tapmaq üçün 16-nı vururuq 5-ə, bölürük 100-ə. Nəticə bizdə eləyəcək 80 bölünmüş 100, yəni 0,8 megabayt. Neçə dəfə böyüdü? Bunu da tapmaq üçün 96-nı deməli 96 megabaytı bölməliyik 0,8 megabayta. Nəticə megabaytlar gedəcək, olacaq 120. Demək ki, birinci, ikincidən 120 dəfə böyük olmuş olur. Cavabımız olacaq B variantı. Daha sonra aşağıdakı parametrlərdə olan kompüterlərə aid hansı variantda düzgün verilmişdir? Aid məlumat hansı variantda düzgündür? Tamamdır. RAM 8 GB-dır, xarici yaddaş 1 TB. RAM-ın tutumu, baxın, DDR-in tutumu 32 GB-dır. Xarici yaddaşın tutumu, bəli, 1 TB. Bu düzdür, amma bu səhvdir. Xarici yaddaş 3.6 GHz-dir. Xarici yaddaş yox. Burada 3.6 GHz olan tak tezliyidir. Yəni prosesorun bu ifadəsidir. Onun üçün bu səhvdir. RAM 32 GB, bəli, bu düzdür. Bu da ümumi səhv variantı kimi götürülür. Video RAM-ın tutumu 32 GB-dır. Xeyr. 8 GB-dır. Bu da yanlış məlumatdır. RAM-ın tutumu 8 deyil. RAM-ın tutumu 32 GB-dır. Bu da yanlışdır. Xarici yaddaş 1 TB-dir. Doğru. Tak tezliyi 3.6 GHz-dir. Doğru. Hələ ki, bu doğru variantdır ümumi. Prosesorun tak tezliyi 3.6 GHz-dir. Bu doğrudur. RAM-ımız 1 TB deyil. SSD 1 TB-dir. Ona görə bu səhvdir. Düzgün cavabımız olacaq. Hər iki mülahizə doğru, yəni D variantı. Daha sonra davam edirəm növbəti sualın nəsindən. Qrafik faylın ölçüsü ilə mətn faylının simvol sayı bərabərdir. Aha, qrafik faylın ölçüsü, yəni qrafiki faylın həcmi ilə mətnin simvol sayı, SS sayı bərabərdir. ASCII standartında kodlaşdırılmış mətn faylının həcmi qrafik faylından 2 dəfə kiçikdirsə, aha, ASCII-də kodlaşdırılmış mətn faylı, mətnin haşı qrafiki haşdan 2 dəfə kiçikdirsə, yəni qrafiki haşı böləndə 2-yə biz mətnin haşını alırıq. 2 dəfə kiçikdirsə, qrafik faylın kodlaşdırıldığı standartı müəyyənləşdirməyimiz tapşırılır. Gəlin baxaq.
Baxırıq ki, burada bizə deyir ki, deməli sözgedən mətn faylı ASCII standartında kodlaşdırılıb. ASCII-də bir simvol 8 bitdir, doğrumu? Yəni mətnin haşı bizdə 8 bitlə kodlaşdırılıb. Buradan qrafikanı necə taparıq? Qrafika bərabər 8 vurulmuş 2MH. Yəni mətnin həcmi də 2 dəfə 8 eləyəcək 16 bit MH. Burada da 16 bitlik qrafik informasiyada hansı rəng var idi? High color var idi. Ona görə cavab eləyəcək A variantı. True color bizdə RGB idi. RGB-də deməli 1 piksel yaddaşda 24 bit yer tuturdu. CMYK-da 32 bit yer tuturdu. RGB ilə burada dediyim nüansda, monokromda isə 1 bit yer tuturdu. 1 pikselin həcmi. Onun üçün burada olacaq cavabımız A variantı. Daha sonra gəlin lap yenidən üzərindən keçin. Baxın, deyir ki, qrafik faylın ölçüsü ilə mətn faylının simvol sayı bərabərdir və ASCII standartında mətn kodlaşdırılıb. Daha sonra deyir ki, mətn faylının həcmi qrafik faylının həcmindən 2 dəfə kiçikdir. Mətnin haşı bərabər qrafikin haşı bölünmüş 2. Və bayaq demişdik ki, mətnin haşını necə əldə edirik? ASCII-yə vuraraq da i bitlə əldə edirik. ASCII-də bir simvol 8 bitdir. Demək ki, buradan qrafik haşı tapmaq üçün 2 dəfə 8 16 haş yazacağıq. Yəni 16 bit haş yazacağıq. 16 biti də biz hansı rəng çalarından əldə edirik? High colordan. Ona görə cavab olacaq A variantı. Baxaq növbəti suala. Tətbiqi proqram təminatına aid olanları seçin. 1C olacaq mühasib proqramı, bəli, düzdür. Daha sonra Oracle bizdə olacaq. VBIS, Excel bizdə cədvəl proqramıdır. Hər üçü bizdə oldu tətbiqi proqram və bir də Publisher. Bu da dizayn üçün istifadə olunan proqramdır. Bu da tətbiqi proqramdır. Cavab olacaq 1, 3, 4, 6. Yəni Y variantı. Solaris əməliyyat sistemi, logo isə bizdə proqramlaşma dilinə aid olan proqramlar olmuş olacaq. Cavabımız olacaq Y variantı. Daha sonra belə bir sual nümunəsini gəlin digər səhifədə daha rahat müzakirə edək. Deməli, deyir ki, 700 simvolluq əlifba standartı ilə hazırlanan 512 səhifəlik mətn faylının hər səhifəsində 64 sətr, hər sətirdə orta hesabla 128 simvol var. Əgər faylı ASCII standartında kodlaşdırsaq, hər sətirdəki simvol sayını 4 dəfə azaltsaq, mətnin həcmi necə dəyişər? Gəlin əvvəlcə, baxın, bu cümləyə qədər olan məlumatlara əsasən mətnin həcmini tapaq, daha sonra ASCII-də kodlaşdırarıq. Deməli, bizim 700 simvolluq əlifbamız verilib, M verilib 700. Buradan bir simvolun həcmi nə qədər eləyəcək? 700-ə alacaq 2-nin qüvvətlərinin arasına. Bu yerləşəcək 209 ilə 210-un arasında. Nəticə olacaq bizdə 10 bit. Və daha sonra səhifə verilib, səhifə sayı verilib 512, sətir sayı verilib 64, simvol sayımız verilib 128. Biz buradan həcmimizi əldə edə bilərik. Mətn informasiyamızın həcmi necə tapılır? Səhifə, sətir, simvol vurulmuş i bit düsturu ilə. Səhifəmiz 512-dir. Yazaram 209 kimi, vuraram 64-ə, yəni 206-ya, bunu da vuraram 128-ə, yəni 207-yə, vuraram 10 bitə. Buradan bizdə nəticə neçə bit alınacaq? Deməli, 222 vurulmuş 10 bit. Və bunu da biz bitdən nəyə gətirə bilərik? Bitdən gətirərik, baxın, variantlarda kilobayt da var, megabayt da var. Biti 220-yə, yox, bitdən megabayta gəlsəm 223-ə bölməliyəm də. Gətirək 223-lə megabayta. Buradan necə alacam mən nəticəni? Burada məxrəcdə bir dənə 2 qalacaq. 2 ilə də 10 gedəcək, bizdə alınacaq 5 megabayt. Deməli, birinci halda, baxın, bu cümləyə qədər bizim mətnimizin həcmi 5 megabayt. İndi nə deyir? Əgər faylı ASCII standartında kodlaşdırsaq, indi əvvəl 10 bitlə kodlaşdırmışdıq, indi ASCII-də kodlaşdıracaq. ASCII-də bir simvolun həcmi olacaq bizdə 8 bit və ya 1 bayt. Və simvol sayını 4 dəfə azaltsaq, hər sətirdəki simvol sayı, hər sətirdə bizdə nə qədər simvol var idi? 128 simvol var idi. 128 simvol biz əgər 4 dəfə azaltsaq, nəticəni bizdə neçə alınacaq? Deməli, 2 üstü 7 bölünmüş 2 üstü 2, nəticə 2 üstü 5, yəni 32 alınacaq. İndi simvol sayını 32 ilə və əlifbanı ASCII ilə hesablayaq. Bu zaman necə yazacaq? 1 bayt vurulmuş 32 simvol, yəni 2 üstü 5 sayda simvol, vurulmuş 64 sətir, 2 üstü 6 sayda sətir və səhifəmiz nə qədərdir? 512, 2 üstü 9 sayda səhifə. Buradan nəticəni necə əldə edəcəyik? Deməli, 2 üstü 20 bayt. Baytdan da megabayta keçirəndə 2 üstü 20-yə böləcəyik. Bunlar gedəcək, qalacaq bizdə 2 üstü 0, yəni 1 megabayt. Əvvəl 5 megabayt idi, indi oldu 1 megabayt. Həcm necə dəyişdi? 4 megabayt azalmış oldu. 5-dən çıxıram 1, eləyəcək 4 megabayt. Demək ki, həcmim 4 megabayt azalacaq. Olacaq C variantı. Keçirəm növbəti suala.
Aha, belə bir qraf verilib bizə. A məntəqəsindən O məntəqəsinə, B məntəqəsindən keçən və Y məntəqəsindən keçməyən müxtəlif yolların sayını tapmalıyıq. A-dan O-ya gəlməliyik. Y-dən keçmədən. Y bizdə hardadır? Burdadır. Y-dən keçmədən deyirsə, Y-yə gələn yolları da bağlamalıyıq. Y-dən çıxan yolları da bağlamalıyıq. Bunu bağladıq. Bu gələn oldu, bunlar da çıxan oldu. Daha sonra deyir B məntəqəsindən mütləq keçsin. B-dən keçən deyirsə, elə artıq burada hamısı B-dən keçəcək də. A-dan B-yə gələcək buradan. Bu da bizdə B-dən keçəcək. Buradan da bizdə B-dən keçməyəcək. A, yox. Bu artıq B-dən keçməyəcək. Baxın burada A-dan gələcək C-yə, C-dən gələcək D-yə, buradan belə gedəcək. Buradan B-yə yol yoxdur ki. Onun üçün bu yolda biz bağlayırıq. Çünki bunlar B-dən keçmir. İndi gəlin bir-birləri qoyaq və həll edək. Bir buradan gəlir, bir buradan. B məntəqəsinə bir buradan gəlir, bir də buradan gedir. Deməli, bir də buradan gələcək. D məntəqəsinə bir buradan, bir buradan. 2 gəlirsə 2 də gedəcək. F məntəqəsinə bir buradan gəlirsə, biri buradan çıxacaq, bir də buradan çıxacaq. G məntəqəsinə 2, 3, 4 gəlirsə, 4 də çıxacaq. H məntəqəsinə 1 buradan, 4 buradan, 5 gəlirsə, 5 yolda buradan, 5 yol buradan, 5 də buradan çıxmış olacaq. K məntəqəsinə 5 buradan gəlirsə, 5-i buradan çıxacaq, 5-i də buradan. J məntəqəsinə 5 buradan gəlirsə, 5-i buradan çıxacaq, 5 də buradan. 5, 5, 5, 3 dəfə 5, 15 gəlirsə, 15 də buradan çıxacaq, 15 də buradan çıxacaq. N məntəqəsinə 15, 5, 20 gəlirsə, 20 də buradan çıxacaq. M məntəqəsinə 5 gəlirsə, 5 də buradan çıxacaq. Və nəticədə 20, 15 bizə verəcək. Hətta belə yazaq da 5, 5 eləyəcək 20, 20 də buradan eləyəcək 40 yol. A, bircə dəqiqə nədə səhv elədim? Gəlin yenidən yazaq. Deməli, onda bir dənə pozum lövhəmizi buranı görüm nədə qaldıq bircə dəqiqə. Deməli, dedik ki, biz nə etməliyik? B məntəqəsindən keçməyən yolları bağlamalıyıq. Bunları bağladıq. Axı bu yol da B məntəqəsindən keçmir. Çox üzr istəyirəm. Burada da baxın, buradan D-yə gəlir, D-dən B-yə yol yoxdur. Axı bu da B-dən keçmir. Aha, tapdım. O zaman davam edək. Bu halda A məntəqəsindən bir yol buradan çıxacaq. Bir yol B məntəqəsinə gəlirsə, bir yol buradan, bir yol buradan, bir yol da buradan çıxacaq. D məntəqəsinə bir yol gəlirsə, biri də çıxacaq. F məntəqəsinə bir yol gəlirsə, bir yol buradan, bir yol buradan çıxacaq. G məntəqəsinə 3 yol gəlirsə, 3-ü də çıxacaq. H-a 3 buradan, 1 buradan, 4 yol gəlirsə, 4 yol da buradan çıxacaq. K-ya 4 yol gəlirsə, 4 çıxacaq. M-ə 4 gəlirsə, 4 çıxacaq. L məntəqəsinə eyni zamanda buradan da K-dan 4 yol gələcək. 8 yol gəlirsə, 8 buradan. Yoxsa bu belə gəlir. Bircə dəqiqə bu belədir. Görəsən, yoxsa 8 deyirsən belədir. Aha. Onda belədir. Bunu bircə dəqiqə. Bir dənə bu oxun istiqamətini tam dəqiq müəyyənləşdirim. Hədə ox belə gəlir. J-dən elə gəlir ox. Bu durumda bizdə necə olacaq? Deməli, Y-yə 4 gəlirsə 4 buradan gedəcək, 4 də buradan gedəcək və daha sonra L məntəqəsinə 4 dəfə eləyəcək 12. 12 gəlirsə 12 buradan çıxacaq, 12 də buradan çıxacaq. N məntəqəsinə 4 2 16 gəlirsə 16 da buradan çıxacaq. Nəticədə O məntəqəsinə deməli 4 12 16 yol gəlmiş olacaq. 16 12 və 4. 6 4 10 2 də oradan 12 1 1 2 bir adı da 3 eləyəcək 32 yol. Cavabımız eləyəcək A variantı. 69 nömrəli sualın nəsine baxaq. Deməli 5 simvollu şifrələr hazırlanır. Şifrələrin düzülüşü aşağıdakı kimidir. Tamam. Bu hansı say sisteminin simvolları olar? 0, 1, 2, 3 əsasən. Deməli, bu dördlü say sistemidir. Dördlü say sistemi. Onda A-nın kodu bizdə olacaq 0, D-nin kodu olacaq bizdə 1, B-nin kodu 2, C-nin kodu isə 0, 1, 2, 3 alınmış olacaq. Buradan bizə lazım olan simvolları yerinə qoysaq, D bizdə neçə oldu? D oldu 1, A bizdə oldu 0, C bizdə oldu 3, B bizdə oldu 2 və yenidən D bizdə olacaq 1. Belə bir nəticə əldə edirik. Dördlü say sistemində. İndi gəlin bunu onluq say sisteminə gətirək. 0, 1, 2, 3, 4 qaydasıyla bunu onluq say sisteminə gətirdikdə alırıq 1 vurulmuş 4 üstü 4, 0 vurulmuş 4 üstü 3, 3 vurulmuş 4-ün kvadratı, 2 vurulmuş 4 üstü 1 və 1 vurulmuş 4 üstü 0. 4 üstü 4-ü biz necə yazarıq? 2 üstü 2-nin üzəri 4 kimi. 4 dəfə eləyəcək 8. Demək ki, buradan alırıq 256-nı, yəni 208, 256 verir ona əsasən. Bu bizə 0-a vurulduğuna görə gedir. 4-ün kvadratı 16, 3, 16 eləyəcək 48. 4 dəfə eləyəcək bizdə 8. Bu da bizə verəcək 1-i. Nəticədə burada alırıq 23, 2 yadda, 5, 4, 9, 2 də buradan 11, 1 yazıram 1 yadda, 2, 1 yadda eləyəcək 3. Aha, indi baxın biz burada 313 ədədini alırıq sıra nömrəsi olaraq. Amma nəyə fikir verməliyik? Bax, bir nüansa fikir vermək lazımdır. 313 ədədini biz əslində plus 1, 314 götürməliyik. Niyə deyə soruşsa? Çünki baxın, burada biz belə deyim də, bax, A-ya 0 verdik, D-yə 1 verdik, B-yə 2 verdik. Amma sıra necə gedir? 1A, 2D, yəni bir vahid artaraq gedir. Aydın məsələdir də, yəni biz sıralayanda 1-dən başlayırıq axı. Ona görə də 313-cü şifrənin nömrəsi 314 olmalıdır. Yeri 314 olmalıdır. Onun üçün cavabını A variantı götürürük. Daha sonra
Vizual informasiyanı xaric edən portlar hansılardır? Burada olacaq cavabımız C variantı. Niyə? Çünki bizdə vizual informasiyanı xaric edən portlar HDMI, VGA və DVI portu. DVI VGA-nın daha yenilənmiş versiyasıdır. VGA və DVI-da deməli görüntü ötürülür, lakin səs ötürülmür. HDMI portu vasitəsilə həm görüntünü, həm də səsi ötürmək mümkündür. Monitoru, sonra proyektoru, kompüteri qoşmaq üçün istifadə edilən portlardır. Daha sonra belə bir sual nümunəmizə baxaq. 600 simvolluq əlifbada kodlaşdırılan 512 səhifəlik mətn faylının hər səhifəsində 32 sətr, 128 simvol var. Mətnin həcminin 20%-i bağlantı vasitəsilə belə bir sürətlə neçə saniyə ötürülür? Gəlin əvvəlcə sözgedən mətnimizin həcmini tapaq, daha sonra 20%-ni tapaq, daha sonra nə qədər müddətə ötürülməsini tapaq. Deməli, bizdə hansı məlumatlar var? M bərabər 600. 600 simvollu əlifbada bir simvolun həcmi nə qədər eləyəcək? İ bit bizdə 600 harda yerləşir? 2 üstü 5 ilə, 2 üstü 5 üzr istəyirəm. 2 üstü deməli 9 ilə 512 ilə 2 üstü 10-un arasına yerləşir. İ bizdə buradan olacaq 10 bit. Daha sonra hansı məlumatlar var? Səhifələrimizin sayı 512, sətirlərimizin sayı 32, simvollarımızın sayı 128. Buna əsasən həcmimizi müəyyənləşdirək. Deməli, 10 bit vurulmuş 512, yəni 209 sayda səhifə, 32, yəni 205 sayda sətir və 128, yəni 207 sayda simvol. Buradan neçə bit nəticəni əldə edəcəyik? 14, deməli 221. 221 bit vurulmuş deməli 10 əldə eləmiş olacaq nəticəni. Burada isə biz bunu gəlin kilobitə çevirək. Niyə? Çünki sürət kilobitlərdir. Bir dənə kilobitə gəlmək üçün 2 üstü 10-a bölməliyəm. Nəticə bizdə neçə alınacaq? 21 ilə 10 gedəcək. Qalacaq 2 üstü 11 vurulmuş 10. 2 üstü 11 bizə verir 2048-i. Onu da vuranda yanına bir 0 əlavə edirik. Nəticə belə bir formada alınmış olacaq. İndi bu həcmin 20%-ni tapmalıyıq biz. Deməli 20.480-in mən əgər 20%-ni tapmaq istəyirəmsə, vuracam 20-yə, böləcəm 100-ə. Sıfırlar gedəcək, qalacaq 2048, yəni 2 üstü 11 vurulmuş 2. Bu da 2 üstü 1 deməkdir. Nəticə 2 üstü 12, yəni 4096 kilobit alınmış olacaq. İndi 4096 kilobit həcmə malik olan bir informasiyanı bu sürətlə nə qədər müddətə ötürə bilərik, onu tapmalıyıq. Deməli, V-miz verilib bizə 128 kilobit bölünmüş saniyə. Həcmimizi aldıq 4000 deməli 96 kilobit. Buradan T-ni necə tapacaq? H bərabər V vur T düsturuna əsasən T-ni tapmaq üçün H-ı V-yə böləcəyik. Deməli, H bizdə 4096, yəni 212-dir. Kilobit. Bölünmüş V-miz bizdə 207-dir. Deməli, 212, burada 207. Burada da yazıram kilobit. Bölünmüş saniyədə də saniyə çıxır yuxarı. Kilobitlər gedəcək. Deməli, biz yazacaq burada necə? 212-dən 207-ni çıxanda, daha doğrusu böləndə üstlər çıxılır, eləyəcək 2 üstü 5. O bizdə alınacaq 32 saniyə. Nəticəmiz olacaq 32 saniyə. Yəni cavabımız eləyəcək Y variantı. Deməli, V-miz var, həcmimiz var. T-ni tapmaq üçün 4096-nı böldük 128-ə, cavab oldu 32. Bu qədər. İndi belə bir sual nümunəsi verilib. Gəlin bunun üçün cədvəl quraq və başqa bir səhifədə daha rahat həll edək. Baxaq indi sualımıza. Deməli, 4 dost Ömər, Əli, Zeynəb, Şəfəq fərqli qiymətlərdə 500, 650, 700, 950 və fərqli adda Asus, Acer, Dell, HP kompüterlərini alıblar. Onların aldıqları kompüterlara əlaqəli aşağıdakı mülahizələr məlumdur. Tamam. Demək ki, ən bahalı və ən ucuz kompüteri oğlanlar alıb. Deməli, ən bahalı bizdə hansı? 950 və 500 oğlanlar alıbsa, qızlar üçün buna minus qoyacağam. Deməli, Zeynəb və Şəfəq 550 və 950 manatlıq kompüterləri almayıblar. Bunları oğlanlar alıb. Tamam. Əlinin aldığı kompüter, dostlarının aldığı kompüterlərin qiymətlərinin ədədi ortasından bahadır. Aha. Baxaq, qızlar adı eyni hərflə başlayan kompüterləri alıblar. Deməli, Acer və Asus qızlara aiddirsə, bunlar üçün oğlanlara minus qoyacağam. Çünki digərlərinin eyni adı, eyni baş hərfi yoxdur. Daha sonra ən bahalı kompüter Dell-dir. Deməli, Dell nə qədərdir? 950 manatlıqdır deməli. Ən bahalı Dell-dir. Daha sonra Şəfəqin kompüteri Zeynəbin kompüterindən ucuzdur və o Asus alıb. Şəfəq Asus firmasına aid kompüteri alıbdır. Asus alıb. Deməli, digərləri ala bilməyəcək. Hərəsi bir kompüteri alıblar və daha sonra deyir ki, Şəfəqin kompüteri Zeynəbin kompüterindən ucuzdur. Burada Şəfəq və Zeynəb üçün 2 dənə qiymət qalıbdır zaten. Şəfəqin kompüteri Zeynəbdən ucuzdursa, demək ki, Şəfəqdə olacaq 650. Bu durumda Zeynəbə qalacaq 700 manatlıq kompüter. Buralara da minus qoyuruq. Daha sonra İndi baxaq 700 manatlıq kompüter hansı olacaq? Aha, Asus əgər Şəfəqdədirsə, baş hərfləri eyni olan qızlardaydı axı. Demək ki, Acer olacaq Zeynəbdə. Burada biz minusumuzu qoyduq. Yerdə nə qaldı bizdə? Yerdə qaldı 500 və 700.
500 və 950 qaldı. Aha, indi baxaq. Deməli, 50-nin aldığı kompüter deyir, dostların aldığı kompüterlərin qiymətlərinin ədədi ortasından bahadır. İndi gəlin biz 50-nin aldığı kompüteri 500 manatlıq kompüter götürək. Ya burada 500 olacaq, ya da 950 olacaq da 50-nin aldığı. Gəlin 500 manatlıq kompüteri götürək. 500 manatlıq kompüter deyir, dostların aldığı kompüterlərin ədədi ortasından bahadır. Yəni, dostların aldığı kompüterlər olacaq 650, 700 və 950 manatlıq kompüterlər. Bunların da ədəd ortasını tapmaq üçün əvvəl cəmləyirik, sonra da sayına bölürük. 650, 700 bu bizə verəcək 1350-nin üzərinə də 950-nin gələndə nəticə bizdə deməli 2300 alınmış olacaq. Bunu da 3-ə böləndə nəticəni biz hardasa 766 tam nə qədərsə alırıq. Axı 500 766-dan böyük deyil. Ona görə deməli 50-nin aldığı kompüter 950 manatlıq kompüterdir ki, baxın əgər 950 götürsək dostlarının kompüteri hansılar olur? 500, 650 və 700 manatlıq kompüterlər olur. Buradan da biz nəticəni 650 ilə 700-ün cəmini 1350, üzərinə də 500 gələndə 1850 alırıq. 1850-ni də mən əgər 3-ə bölsəm, nəticəni 616 tam nə qədərsə alacam və həqiqətən də 950 616 tam nə qədərsədən böyük olacaq. Demək ki, burada 50-nin kompüteri olacaq 950 manatlıq kompüter. 950 manatlıq hansı idi? D idi. Demək ki, 50-nin kompüteri olacaq. Bu durumda Ömərə qalır HP kompüteri və 500 manatlıq kompüter. Deməli, bunları əsasən artıq hamısını tapdıq. Demək ki, indi bizdən yanlış mülahizə istənilir, onu tapmalıyıq. Ömər ən ucuz kompüteri alıb. Bəli, Ömər 500 manatlıq alıb və HP-ni alıb. Doğrudur. Acer 700 manatdır. Acer bizdə, bəli, 700 manat və bunu Zeynəb alıb. Acer 700 manat, qabağına da Zeynəb yazaq. Doğrudur. 50 HP alıb. 50 xeyr, 50 D alıb. Yanlış mülahizə hələ ki budur. Zeynəbin kompüteri 700 manatdır. Bəli, Zeynəbin kompüteri 700 manatlıq Acer-dır. Şəfəq Acer almayıb. Doğrudur. Çünki Şəfəq bizdən almışdı. Şəfəq bizdə Asus firmasına aid kompüter almışdı. Cavab olacaq səhv mülahizə C variantı. Baxaq növbəti suala. İndi belə bir yazılış verilib. Bu ifadədə x, y, z cəmini müəyyən etməyimiz istənilir. Yazaq. Deməli, birinci gəlin daha böyük rəqəmdən ibarət edədi yazaq. Bu bizdə 5 rəqəmlidir. Elə bu da 5 rəqəmlidir. Hə, eyni şey olacaq. Z 2, 5, 3, x üzərinə gəliblər. 34, y, 7, 2 ədədini. Və bu proses 9-luqda aparılıb. Cəm burada 0 olub. Burada 2 olub, burada nəticə 3 olub, burada 7 olub, burada da 4 olub. Gəlin görə x-in, y-in, z-in yerinə nə yaza bilərik? Deməli, burada əgər nəticə 0 olubsa, gəlin bu x-in yerinə biz hətta gəlin rəngi dəyişək, rahat yazaq. Bax, o zaman x-in yerinə biz 7 yazaq. 7 ilə 2-nin cəmi bizə verir 9-u, 9-dan bir dənə 9 çıxıram, nəticə verir 0-ı və 1 yadda qalır. İndi burada 2 yazıblar. Aha, 7 eləyib 10, bir də buradan eləyib 11. 11. Demək ki, 11-dən mənə gəl bir dənə 9 çıxsam, nəticəni yazacağam 2, yenə 1 yadda qalacaq. 5, bir də buradan 6, amma burada 3 yazılıb. İndi baxaq, 6-nın üzərinə nə gəliblər və onu 9-dan çıxıblar ki, nəticəni 3 yazıblar. Deməli, burada, bax, 5 buradan elədi, bir də buradan 6. Deməli, y-in yerinə mən 6 yazmalıyam ki, 6 eləyəcək 12. 12-dən də mən yenə bir dənə 9 çıxacam, nəticəni alacam 3. Yenə 1 yarımda qalacaq. Və burada 7 yazıblar. 4, 2, 6, bir də buradan həqiqətən 7 eləyir. Burada da 4 yazıblar, demək ki, burada da 1-dir. 3, 1 eləyəcək 4. X, Y, Z bizdə neçə eləyəcək? Z bizdə eləyəcək 1, gəlin yazaq. X bizdə elədi 7 və Y də bizdə elədi 6. Deməli, 6 üzərinə gəlinmiş, 1 üzərinə gəlinmiş 7. 6, 7, 7 də oradan eləyəcək 14. Cavabımız eləyəcək Y variantı. Sadəcə olaraq, yəni biraz düşünmək lazımdır. Elə bir çətin sual nümunəsi deyil. Say sistemlərinə aid rahat orta tipli bir sual nümunəsidir. Keçək növbəti suala. İndi burada bu şablona uyğun olan variantı müəyyən edin. Əvvəlcə gəlin burada ulduzu və sualı aydınlaşdırıb daha sonra davam edək. Biz demişdik ki, ulduz simvolunun yerinə istənilən sayda simvollar yaza da bilərik, heç bir simvol yazmaya da bilərik. Amma sualın yerinə mütləq şəkildə bir simvol yazılmalıdır. Buna əsasən gəlin doğru variantı tapaq. Deməli, A, C, A, D, A yazılıb. Deməli, C-dən əvvəldə bir simvol var, tamam. Burada baxın, C ilə D-nin arasında 2 simvol olmalıdır, amma burada bircə dənə simvol var. Onun üçün bu variant deyil. Burada C-dən əvvəldə bir simvol var, bu doğrudur. C ilə A-nın arasında, C ilə D-nin arasında üzrsən 2 dənə simvol olmalıdır. Bu da doğrudur. Amma D-dən sonra bir dənə də simvol olmalıdır. O yoxdur axı. Onun üçün bu səhvdir. Daha sonra C ilə D-nin arasında bir simvol olmalıdır. C-dən əvvəl simvol ola bilər, olmaya da bu problem deyil. Və D-dən sonra bizdə 2 dənə yox, bircə dənə simvol olmalıdır. Onun üçün bu da səhvdir. A-dan əvvəl
Üzr istəyirəm, bircə dəqiqə. C-dən əvvəl, hə. C-dən əvvəl istənilən sayda simvol ola da bilər, heç bir simvol olmaya da bilər. Ulduz da elə bilin ki, bu doğrudur. C ilə D-nin arasında baxın burada 2 dənə simvol olmalıdır və eyni zamanda D-dən sonra da bir simvol mütləq olmalıdır. Onun üçün bu bizdə yanlışdır. Yəni burada bir sual işarəsi var axı C ilə A-nın arasında. Bax bu sual işarəsinin yerinə bir simvol olmalıdır, ona görə deyirəm. Eyni zamanda D-dən sonra da sual işarəsi olduğuna görə bir simvol da burada olmalıdır. İndi baxaq bu varianta. C-dən əvvəl istənilən sayda simvol ola da bilər, olmaya da. C ilə D-nin arasında 2 simvol olmalıdır. C ilə buradakı D-nin arasında bəli 2 dənə simvol var. Sanki bu sualın yerinə burada simvol var və D-dən sonra görürsüz bir dənə sual var və bir dənə simvol var. Düpbədüzdür. Cavab olacaq C variantı. İndi istifadəçi üçün hazırlanan 10 simvolluq şifrənin ilk 3 simvolu Azərbaycan əlifbasının ilk 10 simvolundan, deməli gəlin yazaq. Deməli 10 simvollu şifrədir. 1 2 3 4 5 6 7 8, 9 və 10. İlk 3 simvolu, 1, 2, 3 simvolu Azərbaycan əlifbasının ilk 10 simvolundan, deməli 10 dənə hərfdir. Daha sonra, sonraki 3 simvolu bura qədər 16-lıq say sisteminin rəqəmlərindən. Olacaq 16, 16, 16 və sondakı 4 simvolu isə tamam bu 3 simvoldan istifadə edilir. Deməli, burada təkrarlanmaz məsələsi yoxdur ki, sonraki 3 simvol 16 say sistemi rəqəmlərindən və 4 simvolu isə bu 3 simvoldan istifadə edilir. İstifadəçiyə müxtəlif sayda neçə şifrə hazırlamaq mümkündür? Onda bu yerdə qalan 4 oyun üçün isə əlimdə bu 3 simvolumuz var. 3, 3, 3, 3. O zaman nəticəmiz necə olacaq? 10-un kubu, baxın bu üçünün hasili 10-un kubu, vurulmuş 16-nın kubu, vurulmuş 3 üstü 4. Belə bir nəticə alınmalıdır. 10-un kubu, 16-nın kubu, 3 üstü 4. Cavabımız eləyəcək B variantı. Sadəcə mən niyə qaldım? Bəzən burada deyir ki, təkrarlanmaz simvollar falan da olsun. Ona görə dəqiq baxmaq istədim. Verilmiş ifadələrdən ən böyüyünü müəyyənləşdirmək üçün hər birini onluq say sisteminə gətirəcəyik. Deməli, gəlin asan olanlardan başlayaq. Bax, bu bizə verir onluq say sistemində 140-ı. Buradakı cəm bizə nəyi verəcək? Deməli, 0, 0, 0, 3 dənə 0, 2 dənə 1 yazılıb. Burada olacaq 0, 1, 0, 1, 1, 1 eləcək 2, 0 yazacağım 1 yata 1 atacağım əvvəlinə. Bu ikili ədədi də onluğa gətirmək üçün 0, 1, 2, 3, 4, 5 qaydası ilə onluğa gətirəcəyik. Bu bizə verəcək 32 üzərinə gəlinmiş. 2 üstü 4 sıfıra gedəcək. 2 üstü 8 üzərinə gəlinmiş. Bir də 2 üstü 1. Yəni 2. 10, 12, 3, bir ədəd 4. Bu da eləyəcək bizə 42. Yəqin elə ən kiçik budur. Daha sonra 8-likdə bunu cəmləsək 23 ədədinə. 3, 1, 4, 2, 1. Belə bir nəticə əldə eləyəcək. Bunu da onluğa gətirsək, deməli 8-likdədir bu ifadə. 8-in kvadratı 64, üzərinə gəlmiş 2 dəfə 8, 16 və 4. 6, 4, 10, 14, 6, 1, 7, 8, 84 alacaq onluq say sistemində bu ifadədən. Daha sonra 16-lıqda bunları cəmləsək, 54-ün üzərinə 43 gələndə 4 3 eləyəcək 7, 5, 4, 8. Seçmə ilə sadə şəkildə cəmlənir. 16-lıqdan gətirəndə 0-1 qaydası ilə. Deməli, 1 vurulmuş 16 üstü, 8 vurulmuş 16 üstü 1, yəni 16 dəfə 8 bu bizə nəyi verəcək? 2 üstü 3, 2 üstü 4, 2 üstü 7, 128-i verəcək. Üzərinə gəlinmiş 7. Bu bizə verəcək 135 ədədini onluq say sistemində. Belə bir nəticə aldıq buradan da. Və son olaraq 115 ədədi 6-lıqda verilib. 0, 1, 2 ilə bunu onluğa gətirəndə 6-nın kvadratı 36, üzərinə gəlinmiş 6 və 5. 6, 6, 12, 5, 17, 3, 4, 47 alacaq və 112 ədədində 7-likdən onluğa gətirəndə burada bilirsiniz, bunlar rahat idi. Yəni, hamısı eyni say sistemi bir rahat topladıq. Bunun üçün ayrı-ayrı yazdım. Deməli, 7-nin kvadratı bizə verəcək 49-unu, 7-ni və 2-ni. Düzmü yazdım? 49, 7, 2. Aha, düz getdi deyəsən. Deməli, buradan da alacaq. 11, 7, 1, 18, 4, 5, 58 alacaq və daha sonra 58 ilə 47-nin cəmi də bizə verəcək 100, deməli 7, 8, 15, 105 verəcək. Cavab eləyəcək burada da 105 ədədi. Buna əsasən bizim ən böyük ədədimiz elə buradakı 140 almış. Y variantı. Gəlin yenidən baxaqlar. Deməli, buradan 105 aldım. Buradan 135 aldım. Buradan 42 ən azı elə dedim. Axı, buradan alacaq. 42-ni aldım. Daha sonra bircə dəqiqə nə istəf eləmədim. Bir saniyə. Deməli, 54, 16-da 43, 4, 3, 7, 5, 4, 9. 5, 4, 9 deyib, bunu 8 yazmışam. 9. O zaman mən 16-yı vurmalıyam nəyə? 9-a. 16-nı da mən 9-a vursam, bu bizə verəcək 144-ü. Çox üzrəsini deyirəm, axı, buradan səhvlik var. 144-ün üzərinə də 7-ni gələndə, bu hamısından böyük rəqəm alınacaq. Nəticə bizə 151 verəcək. Onun üçün cavabımız olacaq B variantı. Üzrü sayın. Burada olacaq B variantı. Daha sonra monoxrom rəng standartında kodlaşdırılan təsvirin rəng dərinliyini dəyişdirib, enini 2 dəfə azaldıb, uzunluğunu 6 dəfə artırdılar. Təsvirin həcmi 9 dəfə artdığı məlumdursa, sonraki standartda rənglərin maksimal sayını müəyyənləşdirir. Tamamdır. Bax, bizdə
A vurulmuş B vurulmuş i bit bərabər həcm düsturu var. Qrafik informasiyanın həcmin tapılması üçün. Bir də n bərabər 2 üstü i var. Rəng çalarına rəng dərinliyinə aid. Baxırıq ki, bax həcmə təsir edən i bitdir. A vur B-dir. Yəni n təsir eləmir. N-dən i-ni tapıb oradan biz həcmin necə dəyişdiyini müəyyənləşdirməliyik. Baxırıq ki, indi bunlar hamısı da həcmdən düz mütənasib asılıdır. Yəni artanda həcm artacaq, azalanda azalacaq. N-ni 2 dəfə azaldırıq, uzunluğunu 6 dəfə artırırıq. Elə bil h-dır. 2 dəfə azaldanda n-ni. Deməli h da 2 dəfə azalacaq və uzunluğu 6 dəfə artıranda h da 6 dəfə artacaq. Burada bunlar gedəcək, alınacaq 3h. Demək ki, burada həcm 3 dəfə artıb. Deyir ki, təsvirin 9 dəfə artdığı məlumdursa. Deməli, mən hələ A vur B-yə əsasən həcmin 3 dəfə artdığını tapdım. Deyir ki, indi rəng dərinliyi də necə dəyişibsə, bu dəfə h 9 dəfə artıb. Aha, yəni 3 dəfə də artıb da. 3 dəfə də artıbsa, deməli birinci M1-imiz bizdə nə qədərdir? Monoxroma görə monoxromdur belə deyək və buradan i bitimiz bizdə 1 bitdir. 1 bitdir. Əgər həcm N2-yə gələndə 3 dəfə artıbsa, deməli N2 bizdə 8 olmalıdır ki, 8-dən i-ni biz 3 bit tapaq. Aydındırmı fikrim? 1 bitdən 3 bitə gəlsin ki, həcm burada da 3 dəfə artsın və ümumilikdə 3 dəfə 9 dəfə artmış olsun. Ona görə də ikinci rəngimizin çaları 8 olmalıdır. Bilmirəm fikrim tam izah edə bildimmi? Bax, gəlin yenidən deyim. Biz A vur B-yə əsasən həcmimizin 3 dəfə artdığını gördük. Daha sonra indi baxmalıyıq görəsən rəng dərinliyi necə dəyişib. Rəng dərinliyini də tapmaq üçün nə elədik? Bax, M1-imiz bizdə nə idi? Monoxrom idi. Yəni i bit 1 bit idi. İndi deyir ki, 1 bitdən elə 1 bitə gəlib ki, 3 dəfə də artıb. Deməli 1 bitdən 3 bitə gəlib ki, 3 dəfə artıb da. i də 3 bit olanda rəng çaları nə qədər eləyir? 8 eləyir. Ona əsasən cavabımız olacaq B variantı. Qrafon neçə dənə dövrəsi var? Aha, gəlin əvvəlcə qrafı nömrələyək. B, C, D, Y, bir də buradan F olsun. Ümumi gəlin düzbucağımızı götürək. Birinci olsun A, B, F, C, bir də A. Daha sonra baxın, buradakı bu üçbucağı götürək. A, Y, C, A, E, C, A və buradakı üçbucağı götürək. B, D, F, B, B, D, F, B. Daha sonra bir dənə buranı pozum, görək nə qaldı geridə. Deməli, gəlin indi buradan A, Y, C, F, B, A-nı götürək. A, Y, C, F, B, A-nı götürək. Buradakı bu fiquru sanki baxın, bu hissəni götürək, bu hissəni bütöv götürək. Daha sonra isə bunun əksini götürək. Yəni, B, D, F, C, A, B-ni götürək. B, D, F, B, D, F, C, A, B-ni götürək. Belə bir fiqurda əldə eləmiş olduq. Baxaq, burada neçə dənə dövrə qalır indi. Deməli, 5 dənəsini tapdıq hələ ki. İndi baxaq yenə. Deməli, bir də ümumi fiqurumuzu götürək. A, Y, C, A, Y, C, F, B, A. A, Y, C, F, B, A. Nəticədə 3 buradan, 3 də buradan 6 dənə fiqur əldə etmiş oluruq. Daha sonra belə bir ölçüdə olan həcm Z kilobaytdır. Aha, təsvirin kodlaşdırıldığı standartın rəng dərinliyi müəyyənləşdirir. Tamamdır. Deməli, A vurulmuş B bərabər, A vurulmuş B vurulmuş i bit bərabər buradan həcmə, buradan i biti müəyyənləşdirməyimiz istənilir. Bunun üçün həcmi, yəni Z kilobayt da bitə gətirmək üçün 2 üstü 13-ə vururuq. Z biti böləcəyik. Z vurulmuş 2 üstü 9-a. Buradan Z-lər bizdə ixtisar gedəcək. 2 üstü 13-ü də biz əgər 2 üstü 9-a bölsək, nəticəni 2 üstü 4, yəni 16 almış olacaq. Cavabımız eləyəcək D variantı. Rəng dərinliyi 16-dır. Əgər rəng sayını, rəng çalarını istəsəydi, n bərabər 2 üstü 16, yəni 65536 götürəcəkdik. Daha sonra faylın tam adı bu şəkildədir. Faylın yerləşdiyi qovluqda yeni qovluq yaradıldı və həmin qovluğun içərisində də yeni alt qovluq yaradıldı. Aha, yerləşdiyi qovluq sınaqdır. Sınağın içərisində bir dənə qovluq yaradılıb və onun içərisində də bir dənə qovluq yaradılıb. Fayl alt qovluğa köçürüldü. Faylın yerləşdiyi alt qovluğun mümkün yolunu müəyyən edin. Faylın yerləşdiyi alt qovluğun mümkün yolunu müəyyən edin. O zaman biz nə edəcəyik? Sınaqdan sonra 2 dənə də bizdə gərək deməli alt qovluq olsun. Deməli 2 dənə əgər bizdə baxın bu formada sınaqdan sonra üzr istəyirəm, bir dəqiqə. Bax, sınaqdan sonra 2 dənə qovluq olmalıdır və artıq text faylı bu qovluğa daşınmalıdır. İndi bizə deyir ki, faylın yerləşdiyi alt qovluq deyək ki, budur. Alt qovluğun yerləşdiyi qovluq da budur. Bu qovluğun yolunu müəyyən edin. Bu qovluğun yolu da baxın bura qədər gələn yoldur. Olacaq user sınaq və elə bu qədər user sınaq. Cavab olacaq A variantı buna əsasən. Sadəcə niyə Y-dən yola çıxdım? Çünki bura 2 dənə qovluq əlavə edib ondan sonra həmin qovluğun alt qovluqlarını tapmalıydıq ona görə. Daha sonra 80-dən sonra gəlir 81. Baxaq bu suala.
X, Y cəminin ala biləcəyi ən kiçik qiyməti müəyyənləşdirək. Gəlin 0, 1 ilə hər birini onluq say sisteminə gətirək. Görək necə alırıq. 5 vurulmuş x üstü 1, 3 vurulmuş x üstü 0. Üzərinə gəlmiş 3 vurulmuş 4 üstü 1 və üzr istəyirəm 3 vurulmuş y üstü 1. Bircə dəqiqə səhv etdim. Gəlin yenidən yazım. Deməli 5 vurulmuş x üstü 1, 3 vurulmuş x üstü 0. 3 vurulmuş y üstü 1, 4 vurulmuş y üstü 0. Daha sonra 1 vurulmuş x üstü 1 və 4 vurulmuş x üstü 0. 1 vurulmuş x üstü 1, 4 vurulmuş x üstü 0 və son olaraq 4 vurulmuş y üstü 1, bir də 2 vurulmuş y üstü 0. Buradan nə alacaq? 5x üzərinə gəlinmiş 3, üzərinə gəlinmiş 3y üstə gəl 4, x üstə gəl 4 və 4y üstə gəl 2. Bərabər 105 ədədinə. Buradan 5x x eləyəcək 6x üzərinə gəlinmiş 3y 4y, yəni 7y üzərinə gəlinmiş 4, 4, 2, 3. 8, 10, 13 bərabər 105-ə. Belə bir ifadəni alacaq biz buradan. İndi buradan gəlin 13-ü də bu tərəfə keçirək. 105-dən çıxsam 13, nəticə bizə 92-ni verəcək. 6x üstə gəlir 7y bərabər 92. Cəmin ala biləcəyi ən kiçik qiyməti müəyyənləşdirməliyik. Aha, indi baxaq, bu iki cəm bizə 92-ni verməlidir. Deməli, x-a biz ən kiçik neçə deyə bilərik? X-a, məsəl üçün, əgər 5 desək, 5 dəfə 6 bizə verəcək 30-u, üzərinə gəlmiş. Onda 92-dən 30 çıxaq, gəlin belə yazaq da, hissə-hissə gedək onda. Bax, əgər biz x-a versək 5-i, 5 dəfə 6 eləyəcək 30 üzərinə gəlmiş. 7y bərabər 92. Buradan 7y-dən 92-dən 30 çıxsam, nəticəni 62 alıram. Bu da 7-yə bölünmür. Y qalıqlı bir qiymət alınır. Tamam, o zaman gəlin 5-dən böyük 6 götürək. X-a 6 versək, 6 dəfə 6 bizə verəcək 36 üzərinə gəlmiş. 7y bərabər 92-nə. Buradan 7y-i neçə alıram? 92-dən çıxsam 36-nı, nəticə bizdə 56-nı vermiş olacaq. 56 da 7-nin içərisində, 7 də 56-nın içərisində 8 dəfə yerləşir. Deməli, x-a 6, y-ə də 8 alırıq. 6, 8 bizə verəcək 14. Cavab olacaq A variantı. Daha sonra, baxaq növbəti sual nömrəmizə. Deməli, bir simvol minimal 9 bitlə kodlaşdırılan əlifbada ən azı neçə simvol var? Deməli, gəlin buna uyğun biz bir neçə anlayışı yada salaq. Biz demişdik ki, i bitlə kodlaşdırılan maksimum simvol. Bu zaman nə yazırdıq? N bərabər 2 üstü i yazırdıq. I bitlə kodlaşdırılan ən kiçik ədəd. Bu zaman n bərabər 2 üstü deməli i minus 1 yazırdıq da, belə deyək. 2 üstü n minus 1. Daha sonra bir də i bitlə kodlaşdırılan ən böyük ədəd dedikdə isə bu zaman n bərabər 2 üstü i çıxılmış 1 yazırdıq. Bizə deyir ki, ən az neçə simvol var? Aha, baxın, indi bunun üçün ən azdan yola çıxsaq, n bərabər 2 üstü, i bizdə 9-dur, minus 1 eləyəcək 8. 2 üstü 8 bizə verəcək 256-nı. 256 ilə 256 ilə biz, belə deyək də, i biz neçə alınır burada? 8 bit alınır da. Biz 256-dan böyük, ən kiçik elə bir ədəd götürməliyik ki, həmin ədədi biz 9 bitlə kodlaşdıraq. Bunun üçün də 256-nı yox, 257-ni götürməliyik. Çünki 256-da i bizdə 8 bit edir. Amma 257-də 2 üstü 8 ilə 2 üstü 9-un arasında yerləşdiyindən və biz 9-u götürməli olduğumuzdan burada 9 bit eləyir. Cavab buna əsasən Y variantı olacaq. Daha sonra 83-ə baxırıq. Deməli, bu hissəyə maksimum hansı ölçüdə monitor yerləşdirə bilərik? Deməli, bizim enində hündürlüyündə 24 sm buradadır, 32 sm buradadır. C-ni tapmaq üçün nə edirik? Kökün altında 24-ün kvadrat üzərinə gəlmiş 32-nin kvadratını yazırıq. Bu nə deməkdir? Yəni, Pifaqor teoremi C kvadrat bərabər B kvadrat üzərinə gəlmiş A kvadrat. Yəni, buradan hipotenuzu katetlərindən tapırıq da, belə deyək. Buradan bizə nəticə neçə olacaq? 24-ün kvadratı. Deməli, bu bizə verəcək 576-nı, 32-nin kvadratı bizə verəcək 1024-ü. Bu cəmdən nəticəni alacaq kökün altında 1600 və 1600-dən də kök çıxacaq 40 sm. Çünki hər iki tərəf santimetrləndir. Bizdə nəticəni düymlə istədiyinə görə sözgedən bu 40 sm-i gətiririk x düymə. Bunun üçün də nədən istifadə edirik? Biz bilirdik ki, bir düymümüz bizdə 2,54 sm-dir. Buna əsasən 40 sm neçə düym eləyəcək? X-i tapmaq üçün 40-ı bölməliyik 2,54-ə. Deməli, 40 bölünmüş 2,54. Nəticə bizdə 15 tam nə qədərsə eləyəcək. Biz bunu elə 15 götürürük. Yuvarlıq edib 16 götürmək olmaz. Əks halda bizim alacağımız monitor divarımıza sığışmayacaq. Onun üçün cavab olacaq 15. Düzgün yazılmış fayl adlarını müəyyənləşdirin. Faylın adında bəzi qadağalar var idi. Gəlin yadımıza salaq. Misal üçün, belə bir fayl adını götürək. Gəlin bunun adını dəyişdirək. Bax, mən əgər faylın adına
müəyyən bir belə deyək simvollar var. Həmin simvollardan qoysam, bu bizə icazə verməyəcək. Məsəl üçün baxın, burada artıq sözgedən xətalar bizdə yaranmış oldu. Deməli baxın, sözgedən bu simvollara faylın adında yer yoxdur. Baxın, bu simvollardan söhbət gedir. Drop işarəsi, qoşa nöqtə, ulduz, sual, dırnaq, böyükdür, kiçikdir və düz xətt işarəsinə faylın adında yer yoxdur. Bu dediklərimizə əsasən düzgün yazılmış fayl adlarını tapaq. Deməli, dedik ki, ulduz işarəsinə yer yoxdur, üstəgəl işarəsi problem deyil, sual işarəsinə, qoşa nöqtəyə yer yoxdur və vergül və ət işarəsi də problem deyil. Cavab olacaq 2, 4, 5. Keçirəm növbəti sual nümunəsinə. Deməli, bizə belə bir sual verilib. 6 kilobayt həcmli klasterə malik sistemdə yerləşən qovluğun həcmi 300 kilobaytdır. Qovluqdan həcmi 26 kilobayt olan 3 ədəd mətn faylı, həcmi 37 kilobayt olan 4 ədəd səs faylı silinib, qovluğun sonraki həcmini müəyyənləşdirməliyik. Baxın, bizə klasterin həcmini özü verib və hər bir faylın həcmi də verilir. Deyir ki, 3 ədəd. Bizdə nə var? Mətn faylı var. Bir ədədinin həcmi 26 kilobaytdırsa, 3 ədədinin həcmini tapmaq üçün 2,26-ya vurmalıyıq, düzdür? Amma biz nə edirik? Gəlin əvvəlcə faylın ölçüsü bizdə nə qədərdir? 26 kilobaytdır. Gəlin buna əsasən, baxın, klasterimizin də ölçüsü var. Klasterdə var. 6 kilobayt. Buna əsasən disk sayızı tapaq. Disk sayızı, yəni ki, sözgedən faylın yaddaşda tutduğu yeri tapaq. Bunun üçün də nə edəcəm? Görəsən, 26 kilobaytlıq bir faylı 6 kilobaytlıq klasterə yığmaq üçün mən neçə dənə klasterdən istifadə eləməliyəm? 5 tam nə qədərsə, yəni mən 6 klasterdən istifadə eləməliyəm. 6 dənə klasterin birinin həcmi 6 kilobaytdırsa, 6-sının həcmi nə qədər eləyəcək? Üzr istəyirəm, 26-ya 6-ya böləndə 5 dəfə 6 30 eləyir, 4 dəfə 6 24. 4 tam nə qədərsə mən onun 5 klasterdən istifadə edəcəm. Çox üzr istəyirəm, mən dilimə səhv gedir. Deməli, 5 dənə klasterdən istifadə etməliyəm. Bir klasterin həcmi 6 kilobaytdırsa, 5-nin həcmi nə qədər eləyəcək? 5 dəfə 6 30 kilobayt eləyəcək. Demək ki, mənim bir dənə faylımın ölçüsü yaddaşda 30 kilobayt yer tutur. Və bu fayldan da 3 dənədir. Onda 3-ün ölçüsü nə qədər eləyəcək? 30 vurulmuş 3 eləyəcək 90 kilobayt. 90 kilobayt. Daha sonra keçirəm ikinci fayla. Deməli, mən yenə faylımın ölçüsü verilib, fayl verilib. Deməli, 37 kilobayt. Yenə klasterində verilib. Klasterdə verilib 6 kilobayt. Buna əsasən disk sayızı tapmalıyam. Disk sayızı bizdə nə qədər eləyəcək? Deməli, 37 kilobaytlıq bir informasiyanı 6 kilobaytlıq klasterə neçə dəfə yaza bilərəm? 6 dəfə 6 eləyəcək 36. Yəni, mən bunu 6 dəfə yazaram. 6 tam nə qədərsə. Ümumi 7 dənə klaster lazımdır mənə. Bir klasterin həcmi 6 kilobaytdırsa, 7-sinin həcmi nə qədər eləyəcək? 6 vurulmuş 7, 7 dəfə 6 eləyəcək 42 kilobayt. Düzdür? Deməli, 42 kilobayt bizdə bir faylın ölçüsüdür. Ümid edirəm, fikrim aydındır. Bir fayl 42 kilobaytdırsa, onda bizdə nə qədər fayl var? 4 dənə. 4 dənəsinin həcmi nə qədər eləyəcək? Eləyəcək bizdə, gəlin, lap bunu kənardan yazım. Bax, 42 nə vuracaq 4-ə, eləyəcək 4 dəfə 2, 8, 4 dəfə 4, 16. 168 kilobayt. İndi artıq biz nə elədik? Sözgedən faylların hər birini yaddaşda tutduğu yeri hesablamış olduq. İndi 300 kilobaytda həm bu 168 kilobayt silinib, həm də 90 kilobayt silinib. Yerdə nə qədər qalacaq? 90 kilobaytda çıxanda nəticə olacaq 42 kilobayt. Cavab olacaq 42 kilobayt. Keçirəm növbəti sual nümunəsinə. Deməli, bizə belə bir sual nümunəsi verilib. Verilmiş qraf nümunəsinin qonşuluq matrisi qurularsa, matrisdəki birlərlə sıfırların fərqini müəyyən edin. Biz nəyi tapmalıyıq? Gəlin birinci belə yazaq da. Birlər çıxılmış sıfırlar. Bunu müəyyən etməliyik. Əvvəlcə bunun üçün birləri və sıfırların sayını müəyyənləşdirək. Demək ki, bizdə neçə dənə təpə var? 1, 2, 3, 4, 5. Birinci nə edirdik bu tip misallarda? Təpənin sayını tapırdıq. Təpə sayı bizdə alındı 5 dənə. Daha sonra sözgedən təpənin sayının kvadratını tapırdıq. Bu bizə neçəni verəcək? 5-in kvadratı eləyəcək 25. Daha sonra til sayını müəyyənləşdirirdik. Niyə? Çünki til sayı bizə 2-yə vurmaqla birlərin sayının tapılmasına kömək edəcək. Ona görə. Til sayı bizdə nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. 8 dənə til varsa, 8-i vuracaq 2-yə, demək ki, 16 dənə birlər var. Və daha sonra, əgər məndə 25 təpənin kvadratı 16 dənə də birlərin sayıdırsa, buradan sıfırların sayını tapa bilərəm. Necə? Təpənin kvadratı bərabərdir
sıfırlar üzərinə gəlmiş birlər düsturuna əsasən. Buradan biz sıfırları tapmaq üçün təpənin kvadratından, yəni 25-dən birlərin sayını, yəni 16-nı çıxacaq. Nəticə bizdə 9 alınmış olacaq. Və bizdən deyir ki, birlərin sayından sıfırların sayının fərqi müəyyənləşdirin. Birlər bizdə oldu 16, sıfırlar oldu 9. Nəticə bizə 7-ni vermiş olacaq. Keçirəm növbəti sual nümunəsinə. Burada cavabımız oldu 7. Daha sonra uyğunluğu müəyyənləşdirək. Ctrl-I bizdə maili yazmaq üçün istifadə olunur. Burada harda var? Fizika sözündə var. Bir də bu sözdə var. B-yə gedəcək birinciyə. Ctrl-B bizdə qalın yazı üçün istifadə olunur. Ctrl-I isə altdan xətt çəkmək üçün istifadə olunur. B-yə, A və C alınmış olacaq. Baxaq növbəti sual nümunəsinə. 236 ədədini 8-lik, 5-lik və 2-lik say sistemində ifadə etdikdən sonra alınan ədədlərdəki bütün rəqəmlərin cəmi tapıldı. Alınan yeni ədəd onluq say sistemində qəbul edildi və yenidən 9-luq say sistemində ifadə edildi. 9-luq say sistemində alınmış ədədi müəyyənləşdirək. Gəlin, verilmiş bu ədədi bu say sistemlərinə çevirək. Sonra görək gedişat nə göstərir. 236 ədədi verilib onluqda. Bunu həm 8-liyə, həm 2-liyə, həm də 5-liyə gətirmək lazımdır. Tamam. Biz gəlin 236 ədədini çevirək 8-lik say sisteminə. 236-nın daxilində 8 neçə dəfə yerləşəcək? Deməli, 8 yerləşəcək 29 dəfə. 29 dəfə 8 bizə verəcək 232-ni. Nəticə burada qalacaq 4. 29-un daxilində 8 yerləşəcək. 3 dəfə 8, 24 dəfə. 9-dan 4 eləyəcək 5. Axırdan əvvələ doğru düzlükdə 3, 5, 4 ədədi 8-lik say sistemində alınacaq. Alınan yeni ədədi, hələ ki digərlərini çevirək. Deməli, indi gəlin 236 ədədini çevirək 5-lik say sisteminə. 236-nın tərkibində 5 nə qədərdir? Deməli, 47 dəfədir. 47 dəfə 5 bizə verəcək. Deməli, 235-i nəticədə qalıb bizdə 1 qalacaq. 47-nin daxilində da 5, 8 dəfə, 9 dəfə 5, 45-dir. 7-dən 5 qalacaq 2. Axırdan əvvələ doğru düzmürük hələ, çünki bunu da 5-ə bölməliyik. 9-da da 5, bir dəfə 5, 5, 9-dan 5, 4 alınacaq. İndi düzəndə olacaq 1, 4, 2, 1 ədədi 5-lik say sistemində. İndi verilmiş ədədi biz 2-liyə də gətirməliyik. Tamam, onda 2-yə də belə gedir. Bu biraz uzun gedəcək yəqin ki. Deməli, onda belə eləyək. 236 ədədini 2-lik say sisteminə gətirəndə 236-nın daxilində 218 dəfədir. Burada 0 qalacaq. Bunun daxilində 2, 59 dəfədir. Burada da 0 qalacaq. 59-un daxilində 2, 29 dəfədir. Burada 58-dən 1 qalacaq. 29-un daxilində 2 neçə dəfə düşər? 14 dəfə. 14 dəfə eləyəcək 28. Qalıqda 1 qalacaq. 14-ün daxilində 2, 7 dəfə 0 qalacaq. 7-nin daxilində 2, 3 dəfə 6, 1 qalacaq. 3-ün daxilində 2, 1 dəfə 2, üstdən 2 qalacaq. 1. Axırdan əvvələ doğru düzlükdə 1, 1, 1, 1, 2, 3 dənə 1, 0, 2 dənə 1, 0, 2 dənə 1 və 2 dənə 0. İkilik say sistemində alınmış olacaq. İndi bizə nə deyirdi? Alınan yeni ədəd onluq say sistemində əvvəlcə nə etməliyəm? Bu ədədin rəqəmlərinin cəmini tapmalıyam. Deməli, bu ədədin rəqəmlərinin cəmi 5, 3 eləyəcək 8, 4 də buradan eləyəcək 12. 3 plus 4 plus 12, bizdə 3 plus 4 plus 5 bizdə verəcək 12-ni. Daha sonra bu ədədin rəqəmlərinin cəmi 4, 2, 6, 7, bir də buradan eləyəcək 8. Bu ədədin rəqəmlərinin cəmi 1, 2, 3, 2 də buradan eləyəcək 5. Və yekunda 12 üzərinə gəlinmiş 8, üzərinə gəlinmiş 5 nəticəsini əldə edirəm. Bu da bizə 25 ədədini verəcək. Deyir ki, alınmış ədədi onluqda qəbul edin və 9-luğa çevirin. 25 də biz 9-luq say sisteminə gətirəndə 3 dəfə 9, 27 eləyəcək, 2 dəfə 9 eləyəcək, 18. Nəticə burada neçə alınacaq? 7 və axırdan əvvələ düzəndə 2, 7 ədədini 9-luq say sistemində əldə eləmiş olacaq. Bu qədər. Davam edirəm növbəti sual nümunəsindən. Deməli, 2 ədəd CMYK standartında hazırlanmış belə bir ölçüdə olan qrafiki faylı 3 ədəd ASCII standartında hazırlanmış 15 səhifədən ibarət və hər səhifəsində 1024 simvol olan mətn faylını və hər biri 35 kilobayt həcmdə olan 5 ədəd səs faylını 500 kilobayt həcmə malik diskə yazdılar. Diskdə bir klaster 4 kilobayt həcmə malikcə boş qalan hissəyə neçə ədəd 5 kilobayt həcmində fayl yazmaq olar? Gəlin keçirin növbəti səhifəyə, orada daha detallı izah edeyim bunu. Deməli, gəlin birinci bir qrafiki faylın ölçüsünü tapaq. Deməli, bir qrafiki faylın ölçüsü nə qədər eləyəcək? 128-in 64-dədir, yəni 2 üstü 7 vurulmuş 2 üstü 6 və CMYK-da da bir piksel yaddaşı 4 bayt yer tutur. Yəni 2 üstü 2 bayt almış oluram. Bu bizə 2 üstü 15 baytı verəcək. Baytdan da kilobayta çevirmək üçün nə edirəm? 2 üstü 10-a bölürüm. Nəticəni alaram 2 üstü 5.
Yəni 32 kilobayt. İndi bizə deyir ki, bir diskdə bir klaster 4 kilobayt həcmə malikdir. İndi baxaq bax, bir klaster 4 kilobaytsa əgər, mən 32 kilobaytlıq həcmə malik olan bir faylı 4 kilobaytlıq klasteri neçə dəfə yazaram? 8 dəfə yazaram, düzdür? 8 klaster 4 dəfə 8 32 kilobayt yenə mənə eyni həcmi vermiş olur və bu 32 kilobaytdan da 2 dənədir. Bunu da 2-yə vuranda veriləcək 64 kilobayt. Bunu aldım 64 kilobayt. İndi 3 ədəddə ASCII standartında hazırlanmış 15 səhifədən ibarət 15 ASCII standartı 1 bayt 1024 simvol, yəni 210 sayda simvol olan mətn faylı var. Deməli, səhifə sayı verildi, simvol sayı verildi, ASCII-si verildi. Aha, burada mən nə alıram? 210 vurulmuş 15 bayt. Baytdan da kilobayta keçəndə 210-a bölməliyəm. Bunlar gedəcək, qalacaq burada 15 kilobayt. İndi mən 15 kilobaytlı faylı 4 kilobaytlı klasteri neçə dəfə yaza bilərəm? 4 dəfə 4 bizə verir 16-nı, 4 dəfə 3 dəfə yaza bilərəm də. 3 dəfə nə qədərsə bizə 4 dəfə yazaram ümumi. Yəni 4 dənə klaster lazımdır. Bir klasterin tutumu 4 kilobaytsa 4-ünün tutumu eləyəcək 16 kilobayt. Deməli, söz gedən bu faylın bir dənəsi yaddaşda 16 kilobayt yer tutmuş olacaq. Və daha sonra bu fayldan neçə dənədir bizdə? 3 ədəd ASCII-də. Aha, bundan 3 dənədir. 3, 16 bizə verəcək 48 kilobaytdır. Bunu da aldıq 48 kilobayt və daha sonra hər biri 35 kilobayt həcmdə olan 5 ədəd səs faylı var. Biri 35 kilobaytsa 35 kilobaytı 4 kilobaytlıq klasteri neçə dəfə yaza bilərəm? Deməli, 8,75 alınacaq. Biz deyirik 9 dəfə yaza bilərik. 9 dənə klaster lazımdır. 9 klasterin birinin həcmi 4 kilobaytdırsa 9-un həcmi nə qədər eləyəcək? 9-unu vuracaq 4-ə, 4 dəfə 9 36 kilobayt alınmış olacaq. Deməli, bir faylın həcmi 36 kilobaytdırsa 5 dənəsinin həcmi nə qədər eləyəcək? 36-nı vuracaq 5-ə, cavabı alacaq 180 kilobayt. Bunu da aldıq 180 kilobayt. İndi bizə nə deyir? Diskə yazdılar. Və boş qalan hissəyə neçə ədəd 5 kilobayt həcmində malik fayl yazmaq olar. Ümumi həcm nə qədərdir diskdə? Hə, ümumi həcm 500 kilobaytdır. Tamam. 500 kilobayta deməli 15 kilobayt, yox, 48 kilobayt yazıblar, 64 kilobayt yazıblar və 180 kilobayt yazıblar. 500-ün içərisinə də belə deyək. Burada ümumi nə qədər həcmə malik informasiya var? 180, 64 bizə verəcək 244, üzərinə də 48 gəlsək, bu bizdə 292 alınmış olacaq. 500 kilobaytın daxilinə 292 kilobaytlıq informasiya yazılıb. Deməli, mən 500-dən 292-ni çıxsam nə qalır? 500-dən çıxsam 292-ni, nəticə qalır 208 kilobayt. İndi deyir ki, bu 208 kilobaytın boş hissəsidir artıq bu. Boş hissəyə neçə ədəd 5 kilobayt həcmində malik fayl yazmaq olar? Deməli, diskin ölçüsü aldıq bizdə boş hissənin 208 kilobayt. İndi deyir, bu 208 kilobaytın daxilinə neçə ədəd 5 kilobayt həcminə malik fayl yazmaq olar? Bunun üçün əvvəlcə bizə deyir ki, neçə ədəd 5 kilobayt həcmində fayl yazmaq olar. 5 kilobaytlıq bir faylı 4 kilobaytlıq neçə dənə klasterə yığa bilərəm? 2 dənə klasterə yığa bilərəm. Bir klasterin həcmi 4 kilobaytsa, ikisinin həcmi 8 kilobayt eləyəcək. 208 ilə biz əgər 8-ə bölsək, nəticəni nə qədər əldə eləyəcəyik? Nəticəni əldə eləyəcəyik, deməli, 26 dənə fayl. Cavabımız buna əsasən 26 olmuş olacaq. Bilirəm, məsələ biraz uzun məsələdir, amma qəliz deyil. Yəni, hər bir faylın ayrı-ayrılıqda yaddaşda tutduğu yeri müəyyənləşdirmək lazımdır klasterə əsasən və daha sonra toplayıb ümumi diskin həcmindən çıxırıq və daha sonra baxırıq ki, 5 kilobayt daxı faylın ölçüsü. Fayl sayısı, hətta gəlin yazın bu hissəni yenidən. Fayl sayısı bizdə 5 kilobaytdır. 5 kilobaytlıq bir faylı 4 kilobaytlıq neçə dənə klasterə yazarsınız? 1 tam nə qədərsə düşür böləndə 2 dənə klasterə yazarsınız. Bir klaster 4 kilobaytsa ikisi nə qədər eləyəcək? 8 kilobayt eləyəcək. 208 ilə 8-ə bölünəndə nəticədə 26 dənə alınmış olur. Baxaq bu suala. Deməli, cədvələ əsasən qrafa əsasən daha doğrusu. Aha, indi baxaq bu sualın nəsinə. Deməli, qrafa əsasən cədvəldəki təpələri müəyyənləşdirmək lazımdır. Baxaq hər bir qrafın neçə dənə qonşusu var. Deməli, başlayaq A təpəsindən. 1-2 dənə qonşusu var. B təpəsi 1-2-3, 4 dənə qonşusu var. F-in 2 qonşusu var. H-ın 2 qonşusu var. G-nin 3 qonşusu var. D-nin 3 qonşusu var. C-nin 4 qonşusu var və Y-nin isə 2, 3, 4, 5, 6 qonşusu var. Buradan rahatlıqla görə biləcəyimiz təpə bir dənə altılı təpədir. Yəni, Y təpəsi 6 dənə qonşusu olan təpə olacaq 3. Daha sonra indi gəlin digərlərini araşdıraq. Deməli, bu dörtlü təpənin, misal üçün C təpəsinin hansı qonşuları var? Biri ikilidir, biri altılıdır. Baxın, ikili,
dörtlüdür biri də, dörtlü, ikili, dörtlü, altılı və üçlü. Biri də üçlüdür. O birisi dörtlü təpənin, yəni B təpəsinin isə bir qonşusu ikilidir, o birisi qonşusu da ikilidir. Biri dörtlü təpədir, biri də altılı təpədir. Aha, görürük ki, fərqli-fərqlidir, rahat şəkildə tapmaq olar. Gəlin bir dənə dörtlü təpədən yola çıxaq. Misal üçün, burada dörtlü hansıdır bizdə? Bu üçlüdür, bu ikilidir. Dörtlü olacaq bizdə 1 və 2. Aha, bir təpəsindən yola çıxsaq. Birin qonşuları hansıdır? Biri 2-dir. 2-nin neçə dənə qonşusu var? 4 dənə qonşusu var. Biri 3-dür. 3 altılı qonşudur. Biri 2-nin 6-dır. 6 bizdə ikili qonşudur. Biri də bizdə 8-dir. 8 də bizdə üçlü qonşudur. Aha, 4, 6, 2, 3 qonşuları olan hansıdır? 4, 6, 2, 3 C təpəsi. Demək ki, 1 olacaq C təpəsi. Bu durumda növbəti dörtlü təpə olacaq bizdə B təpəsi. 2-ni də tapdıq B təpəsi. Və daha sonra indi dörtlüləri tapdıq, gəldik üçlülərə. Üçlülər bizdə 2 dənədir. Gəlin üçlüləri də tapaq. D təpəsindən yola çıxsaq. Bax, D təpəsinin qonşuları hansılardır? Biri dörtlü təpədir, C təpəsi. Biri altılı təpədir. Biri də C təpəsinin biri dörtlüdür, biri altılıdır, biri də üçlüdür. C təpəsinin isə biri üçlüdür, baxın bura gəlir. Biri H təpəsinə gedir, ikili təpəyə gedir. Biri də altılı təpəyə gedir. Hə, bunu da rahat şəkildə tapmaq olar. Baxın, fərqlidir. Gəlin, indi üçlü təpələrin birindən yola çıxaq. Misal üçün, üçlü təpə 5 təpəsidir. 5 təpəsindən yola çıxsan, 5-in qonşuları hansıdır? Biri 3-dür, 3 bizdə altılı təpə idi. Daha sonra 5 təpəsindən yola çıxsaq, bu dedik 3-dür. Biri 7-dir, 7 bizdə ikili təpədir. Bir də 8-dir. 8 də bizdə üçlü təpədir. 6, 2, 3 bizdə hansıdır? 6, 2, 3 G təpəsi. Demək ki, 5 bizdə olacaq G təpəsi. Bu durumda növbəti üçlü təpə bizdə hansı olacaq? Növbəti olacaq D təpəsi. O birisi üçlü təpəmiz 8-dir. Bu da olacaq bizdə D təpəsi. 5 oldu G, 8 oldu D. Və daha sonra bizdən B, C, F istəyir. Tamam. İndi biz digərlərini tapmalıyıq. İkili təpələrdən yola çıxmalıyıq. Aha. İndi bax, biz G təpəsini tapdıq, düzdür? G təpəsinin əlaqədə olan, belə deyək də, qonşusu olan təpə ikili təpə H təpəsi olacaq. G təpəsi bizdə 5 idi. 5-in qonşusu olan ikili təpə hansıdır? Deməli, 3 deyil, 7. Aha, bax, deməli, G-nin qonşusu olan ikili təpə H təpəsi olacaqsa, bu olacaq 7 H təpəsi. 7-ni də tapdım H təpəsi. Onda digər ikili təpəyə A təpəsi qalır. Digər iki təpə də bizdə 4-dür. Burada da olacaq A təpəsi. Və daha sonra, onda bizdə 2 dənə hələ qalır. Yox, C təpəsini tapmışıq biz artıq. Bir dənə onda F qalır, deyəsən. Hə, bir dənə qalır F. Onda 6 da olacaq F təpəsi. İndi bizdən nə istənilir? B, C, F məntəqələrinə uyğun gələn rəqəmləri artan sırayla düzək. Hələ B, C, F-ə baxaq. B, C, F məntəqələri hansılardır? B bizdə olacaq 2, C bizdə olacaq 1, F də bizdə olacaq 6. Artan sırayla düzsək 1, 2, 6 yazacaq bura. İndi verilmiş ədədi onluq say sistemindəki ədədi 8-li say sistemində ifadə edin. Onluqdan biz bunu 8-liyə gətirmək üçün 8-ə bölə-bölə getməliyik. Burada bir nüansa mən fikir verməmişəm, üzr sayın. Əslində F təpəsi bizdə 6-cı təpə yox, 4-cü təpə olmalıdır. Niyə deyə soruşsa? Çünki baxın, 6-cı təpədən yola çıxanda bir təpəsi bizdə 1-dir, yəni dörtlü təpədir. Dörtlü təpədir. O birisi təpəsi isə 2-dir. 2 də bizdə olacaq dörtlü təpə. Baxın, sağı da solu da dörtlü olan bizdə A təpəsidir. Ona görə F bizdə 6 bizdə F yox, A təpəsi olmalıdır. Çox-çox üzr istəyirəm. Burada olacaq bu A təpəsi. F yox, bu A təpəsi olacaq. Digəri də onda 4 A yox, F təpəsi olacaq. Buna əsasən cavabımız 6 yox, 4 olacaq. Yəni, biz 124 ədədini onluq say sisteminə 8-lik say sisteminə gətirməliyik. Bunun üçün də mən 120-ni böləcəm, 124-ü üzrdən böləcəm 8-ə. Nəticə bizdə 15 dəfə 120 alınacaq. Yəni, burada qalıqda qalacaq 4. Və daha sonra 15 də 8-ə bölündə bir dəfə 8, 8. Buradan 7, nəticəmiz eləyəcək 174 ədədi. Deməli, 8-lik say sistemində alınmış olacaq. Aha, baxaq növbəti sual nümunəsinə. Aha, bitdi. Bu qədər. Bununla da biz güvən nəşrləri həm 9-cu, 10-cu siniflərin sınaq suallarını müzakirə eləmiş olduq, həm də 11-ci sinifin sınaq suallarını. Bu qədər. Sağ olun, Allah'a əmanət.